Ən böyük arzunuz nədir? Dünyanı gəzmək, bahalı maşın almaq, ev almaq, evlənmək, uşaq sahibi olmaq və s. Bunlar olduqca normal arzulardır. Amma bu qadının arzusu tamamilə başqa idi. O, bəlkə də insanın ən sevdiyi orqanlarından biri olan gözlərinin kör olmağı arzusundaydı. Bəli, səhv eşitmədiniz. Gözlərinin kör olmağını istəyirdi. Bu videoda da bu qadının hekayəsinə baxacağıq. Jewel Shopping adlı bir qadın illərlə kör olma arzusu ilə yaşadı. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görən biri kimi hiss etmirdi. Uşaqlıqdan bəri bu istəyə, vəsvəsəyə çevirən Shopping sonda geri dönüşü olmayan bir qərar verdi. Gözlərinə unitaz təmizləyicisi damladaraq görmə qabiliyyətini tamamilə itirdi. Yəni öz istəyi ilə görmə qabiliyyətini itirdi. Bu onun öz seçimi idi. Hələ o uşaq ikən kör olmağın necə bir şey olduğunu xəyal edir, hətta bununla bağlı ssenarilər qururdu. Əsa ilə gəzmək, eynək taxmaq, qaranlıqda dolaşmaq onun üçün bir oyundan daha artıq idi. Bəli dostlar, bu olduqca qəribədir. Sizinlə tamamilə razıyam. Mən də bu videonu hazırlayanda eyni sizin kimi donub qalmışdım. Yetkinliyə yaxınlaşdıqca bu istək bir xəyal vəziyyətindən çıxıb bir ehtiyaca çevrildi. Shopping kör insanların öyrəndiyi Braille əlifbasını öyrəndi. Görən bir insan olduğuna baxmayaraq, o həyatını addım-addım görmə əngəlli bir insan kimi yaşamağa başladı. Yəni görə bilməyən insanların həyatının simulyasiyasını edirdi deyə bilərəm. Shopping deyir ki, artıq əsl kimliyimdəyəm. Qətiyyən peşman deyil. Kör olduqdan sonra ilk dəfə əsl kimliyini tapdığını söyləyir. Ona görə artıq olduğu şəxslə barışıq içindədir. Çünki özünü həmişə kör biri kimi hiss edirdi. Bu hekayəni eşidəndə insan təbii ki, sorğulamaq istəyir. Bir insan niyə kör olmaq istəsin ki? Bunun cavabı isə əslində tibdədir. Bədən bütövlüyü, kimlik pozğunluğu, İnsanın bədənindəki sağlam bir orqanı və ya duyğunu istəməməsi, ona yad hiss etməsi deməkdir. Jewel Shoppingin də vəziyyəti tam olaraq budur. Gözləri onun üçün tamamilə artıq bir şey idi. Bəs siz bu hadisə ilə bağlı nələr fikirləşirsiniz? Şərh hissəsində bildirin.